layihədə dəyişikliklər istənilir, amma bu dəyişikliklər sahə komandasına vaxtında çatdırılmır. Sonra da layihənin vaxtında çatmaması ilə bağlı müzakirələr başlayır. Nə etmək olar? Bununla bağlı çox gözəl bir yanaşma var. ISO 9001-in 6.3-cü maddəsi var. Dəyişikliklərin planlaşdırılması və idarə olunması, yəni change management dediyimiz anlayış. Burada bu ataların da bir söz var, deyir, qaş düzəldən yerdə göz çıxartmaq anlayışı. Bax, bu dəyişiklik düzgün planlaşdırılmayanda aləm dəyər bir-birinə. Müştəri bizdən A məhsulunu istəmişdi. Dövr dəyişdi, proses dəyişdi, zövq dəyişdi və yaxud da hansısa bir şey oldu. İndi B-ni istəyir. B-ni istəyəndə bunu kimə deyir? Satış əməkdaşına. Zəng elədi, B-ni istəyirik, tamam, oldu müəllim, baş üstə, B-ni verəcəyik. Satışa deyiblər ki, müştərini məmnun sal, əsas müştəri məmnuniyyəti. Bəli, bunlar razıyam. İndi altına baxaq. İndi bizdə B məhsulunda istifadə olunacaq alətlər, məhsullar, xidmətlər yoxdur. Biz həmişə A vermişik. İndi B-yə təsdiq verilib orada. Nə baş verir? Ambarda yoxdur. Satın alma ala bilmir. İstehsal verə bilmir. Marketinq, nə bilim, bunu hansısa bir kommunikasiyasına apara bilmir. Bununla bağlı bizdə bir etiket yox, məlumat yox, xətt qarışır. Ona görə, yoldaşlar, bu müştəridə olan dəyişiklik o skalyar zəncirin içində nə qədər həlqə varsa, onlarla bərabər razılaşdırılmalıdır. Dəyişikliyin məqsədi nədir, nəticəsi nədir, dəyişdirsək nə olar, dəyişdirməsək nə olar, bunun üçün bizə nə lazımdır, müştəri nə verməlidir, biz nə vaxt eləməliyik, ümumiyyətlə eləyə bilirik, yoxsa bir komissiya şəklində. Orada kim olacaq? Orada bu işin içində olan ham olacaq. Satın alma olacaq, ala bilirəm bu materialları yoxsa yox. Ambar olacaq, bizdə var, yoxsa yox. İstehsal deyəcək, eləyə bilirəm, yoxsa yox. Laboratoriya deyəcək, yoxlaya bilirəm, yoxsa yox. Və s. və ilax. Və bunun əsasında da bir dənə qərar çıxır. Hə, biz eləyə bilirik, yoxsa yox. Onun əsasında da müştəriyə detallı açıqlama verilir. Biz onu eləyə bilərik, amma material burada yoxdur, 90 gün gözləyəsiniz. Və yaxud da bizdə o hər şey var, amma bizdə alət yoxdur, bugün eləyə bilmirik, 2 aydan sonra eləyə bilərik. Müştəri də ona uyğun cavab versin. Yoxsa buradan müştəriden pul da alırıq, təsdiqi də alırıq, sonra oturub fikirləşirik ki, biz bunu necə həll edirik? Bu, əməlli başlı həm müştəri məmnuniyyətini aşağı salır, həm də komanda daxilində də konflikt yaradır.